Heç olmasa bu hazırladığım dadlı olsaydı əlimin kəsilməyinə yanmazdım. Birinci dəfə idi ki, öz hazırladığım şeyi nə özüm, nə də ki evdəkilər heç kim bəyənmədi. Türklərin bir çox məzəsini sevdiyim halda bunu qətiyyən sevə bilmədim. Elə bilirəm ki, paxla küksü də hardasa bunu dadladı. Əgər risk etmək istəyirsinizsə, videonun açıqlama qismində reseptini qeyd eləmişəm. Siz də hazırlayıb dadına baxın, bəlkə elə sevərsiniz. Soğanı zeytun yağında biraz qovururam. Üzərinə təmizlədiyim paxlaları əlavə edirəm. Su, şəkər, duz və salam. Qapağını qoyub paxla yumşalana kimi bişirirəm. Soyduqdan sonra blendera alıb üzərinə yenə zeytun yağı, azca duz və limon suyu əlavə edib püre halına gətirirəm. Öz aramızda videoya baxdıqca bulaşdırdığım qablara heyfim gəlir. Nəysə də bir işi başlamışıq, sona çatdıraq. Axır belə bir qaba yerləşdirirəm. Üzərini streçləyib soyuducuda bir gün saxladım. Ertəsi gün bölüb bir həvəslə nuş etdim, etməz olaydım.